Gecə növbəsi yaranması üçün sizin növbətdəki işçinin iş vaxtının ən azı yarısı gecə vaxtına düşməlidir. Əgər bu yarısı gecə vaxtına düşmürsə, burada artıq biz birmənalı olaraq deyirik ki, gecə növbəsi yaranmır. Yox, düşürsə, bu artıq deməkdir ki, bəli, burada gecə növbəsi var. Əgər gecə növbəsi varsa, o deməkdir ki, artıq bizdə axşam növbəsi yarandı. Yəni, axşam növbəsinin nə vaxt başlaması, nə vaxt bitməsi önəmli deyil. Gecə növbəsi yarandısa, nə olur? Axşam növbəsi olur. Gəlin, prosedur daha aydın olmasın, bir daha deyək ki, gecə növbəsi, axşam növbəsi yaranması üçün nə olmalıdır? Çox növbəli iş rejimi olmalıdır. Çox növbəli iş rejimi varsa, gecə vaxtının ən azı işçinin iş rejiminin yarısı gecə vaxtına düşərsə, nə olacaq? Gecə növbəsi olacaq. Gecə növbəsi varsa, nə olacaq? Axşam növbəsi olacaq. Yəni, axşam növbəsi olması üçün nə olmalıdır? Çox növbəli iş rejimi olmalıdır. Sonra nə olmalıdır? Gecə növbəsi olmalıdır. Sonra nə olmalıdır? Artıq axşam növbəsi olmalıdır. Axşam növbəsində ödəniş baxmayaraq ki, saat neçədən başlayır. Məsələn, biz misalda dedik 00-dan 08-ə kimi bir simendir. Digər simen başlayır 16-dan misal olaraq 00-a kimi. Yəni, belə bir rejimdə işləyir. Baxmayaraq ki, 16-dan başlayır. Biz deyirik ki, 16 normal iş vaxtıdır da. Burada nə fərqi var ki? Yenə də izahat və Nazirlər Kabinetinin qərarı deyir ki, başlama və bitmə saatından asılı olmayaraq bütün saata 20% verəcəksiniz. Gecə növbəsinə 40% verəcəksiniz əlavə olaraq. Amma axşam növbəsi varsa, başlama vaxtında, məsələn, siz onda belə də sizə sual yaranır ki, mənim düz deyil axı, 16:00-dan 22:00-a qədər o qədər vaxtda bu adam axı normal iş saatında işləyib. Mən niyə ona 20 saat verim? 20% əlavə ödəniş verim. Bəli, siz 20% əlavə ödəniş verməlisiniz, çünki izahatın tələbi odur. Burada məntiq nə?